Salam uşaqlar, bugün dərsliyimizin 119 və 120-ci səhifələrini yerinə yetirəcəyik. Gəlin suallarla bir tanış olaq. Birinci sualımızda hər hərfin öz çiçəyi var. Məsəl üçün M, E, H, R, I, B, A, N. Bu hərfləri bu çiçəklərlə bu qaydada birləşdiririk. Təkrarlanan hərf yoxdur. Ona görə də təkrarlanan çiçək də yoxdur. İndi bizə E lazımdır. E-də göy, tünd göy rəngdə çiçəkdir. Deməli, bu tünd göy ilə başlamalıdır. Tünd göy ilə başlamalıdırsa, A ilə B gedir. Tünd göy ilə başlayan C ilə D qalıb. H yaşıldır. Tünd göydən sonra baxın, yaşıl var. Amma burada tünd göydən sonra qırmızıdır. Elə burada avtomatik C-ni götürürük, amma davam edirik yoxlamağa. R sarıdır, var. A qırmızıdır. Nar çiçeği rəngindədir daha doğrusu. M qırmızı. Deməli düzgün cavab C'dir. İkinci sual. Verilən figurdan digər figuru çıxmalıyıq. Çıxaq. Yəni bunu qaraldıq. Bax, bunu çıxmalıyıq. Çıxdım. Yerdə nə qalır? Hansı? Deməli, yuxarıda yaşıl, aşağıda xət, sonra 3-ü ağ, 1-i ağ. Hansı bəndlədir sizcə? B bəndində. Yuxarıda yaşıl, aşağıda xət, 3-ü ağ, yuxarıda 1 ağ. Deməli, verilən şəkillərə görə misalı tapmalıyıq. Uşaq, körpə uşağın əşyalarıdır. Deməli, 2, indi üstündə hamısı soska deyir, amma bunun əmziyi adı. 2 əmzi 8-dirsə, onda 1 əmziyə düşür 4. Onda burada da olur 4. İndi 4-ün üstünə neçə gəlsə 7 eləyər? 3. Onda bu səs salan oyuncaqda olur 3. İndi bunları yerinə qoyuruq. 4, 4, 3, 3. 4-dən 3 çıxırıq, çıxmadı. 1, 1. Cavab elədir 11. Dördüncüdə, deməli tapşırıqda, dördüncü tapşırıqda 2 cür figur verib. Biri oval formasındadır, biri dörtkünc formasında, yaşıl və qəhvəyi rəngdir. Deməli, biri bu istiqamətdə gedəcək, biri də bu istiqamətdə gedir. İndi 37 oldu 34, 3 azaldı. 34 oldu 30, 4 azaldı. İndi 23 oldu 20, yenə 3 azaldı. 20 oldu 16, 4 azaldı. Deməli, buradakı məntiq çıx 3, çıx 4-dür. İndi çıx 3, 37 çıx 3, 34, 34 çıx 4, 30. İndi buradan 34-dən 30-dan 3-ü çıxmalıyıq. 30-dan 3-ü çıxanda nə qalır? 27. Cavab 27-dir. Amma bu bir istiqamətdə yoxlamalıyıq. 25 olub 27, 27 olub 30, 30 olub 32, 32 olub 35. 25-in üstünə neçə gəlsə 27 edir. 2. Deməli, birinci məntiqi üstəgəl 2-dir. 25-in üstünə 2, 27. 27 olub 30. İkinci məntiqi də üstəgəl 3-dür. İndi baxın, 25-in üstünə 2, 27. 27-in üstünə 3, 30. 30-un üstünə 2, 32. 32-in üstünə 3, 35. 35-in üstünə 2, 37. 37-in üstünə 3, 40. Hər iki halda cavabımız nədir? 27-dir. 3524 kimi oxunanda eləyir 77. Amma burada ədəd olaraq yox, rəqəm olaraq baxacağıq uşaqlar. Birinci orta hədlər, sonra kənar hədlər. Və bunları toplayırıq. 5-in üstünə 2, 7. 3-ün üstünə 4, 7. 2-nin üstünə 6, 8. 4-ün üstünə 4, 8. 2'nin üstüne 5, 7. 2'nin üstüne 6, 8. 8'in üstüne 1, 9. 2'nin üstüne 4, 6. Cevap edir 96. Burada figurlarda və içərisində. İndi birincidə bizə izah verib. Verib 2 və 5 verib. Niyə 5 verib? Çünki 2, 5 bucağın içindədir. Deməli, rəqəmlə figurunu toplayır. Sonra yazıb çıx. A
və 4 bucaq. Yəni içindəki nədirsə bunun cəmi. Deməli buradakı məntiq nədir? Fiqurla rəqəmlərin cəmlərini tapırsınız ayrı-ayrılıqda. Sonra çöldəki cavabdan içəridəki cavabı çıxırsınız. İndi bax gəlin yoxlayaq. 6 bucaq, içində də 6. Bu elədi 12. Bax görürsünüz. 3 bucaq, içində 6. Bu da elədi 9. 12-dən 9 çıxırıq, eləyir 3. Əgər məntiq doğrudursa, deməli, düşüncəmiz də doğrudur. İndi, 3 bucaq, o da 8. Bunları toplamalıyıq. 3 o da 8. 11. Çıx. 4. İçində də 4. 4 o da 4. 8. 11-dən çıxırıq 8-i. Necə eləyir? 3. Cavab B bəndində verilib. 7-ci sualımız. Cədvəl görən kimi neynəməliyik? Bu cədvəli ayırmalıyıq. Məntiqimizi bilmirik nədir? Ona görə birinci məntiqi tapmalıyıq. 13-ün yuxarısı 25, qırağı 12-dir. 25 ilə 12-ni neynəsək 13 olar. Azalıbsa, deməli burada nədir məntiqimiz? Çıxma. Məntiqimiz oldu çıxma. İndi bu dondurmanı tapırıq. Yuxarısı 18-dir, qırağı 12-dir. 18-dən 12-ni çıxırıq. Neçə eləyir? 6. Deməli dondurma oldu 6. Və buradakı işarə çıxıydısa, bu çıxıdı yazırıq bura. 25-dən 5 çıxanda nə qalır? 20. İndi 20-nin yuxarısı 6-dır. Qırağı da şirin quş deyək də, şirin quşdur. 6 ilə şirin quşu toplayanda 20 eləyir. Toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. Yəni 20-dən 6-nı çıxırıq. O da eləyir neçə? 14. Deməli şirin quşumuz oldu 14. İndi bizdən bu şokolatı istəyir. 14-ün yuxarısı şokolatdır, qırağı 9-dur. 9 ilə şokolatı toplayanda 14 eləyir. Şokolatı tapmaq üçün 14-dən 9-u çıxırıq. 14-dən 9-u çıxırıq. O da eləyir 5. Tərəzi. Deməli, gilas, alma, moruq, çiyələk verib bizə. 2 dənə alma 1 gilasa bərabərdir. 1 dənə moruq 3 çiyələyə bərabərdir. İndi həmin şeyi burada verib. 2 alma neçə gilas idi? 1 gilas, düzdür. 3 çiyələ nə idi? 1 moruq idi. 1 moruq idi. İndi bizdən cavabları elə bu qaydada verib. 1 gilas, 1 moruq. Əvəzlədik də. Bunları burada neynədik? Əvəzlədik. 2 alma 1 gilas değildi. Əvəzlədik. 3 çiyələk 1 moruq değildi. Onu da əvəzlədik. Və alınan cavab D bəndindədir. 9-cu və ümid edirəm ki, hamının artıq əzbər bildiyi sual. 1 mərtəbə, 2 mərtəbə və qalanı 3 mərtəbədir. 1 mərtəbədən bir dənədir. 1 vur 1, 1. 2 mərtəbədən bir dənədir. 2 vur 1, 2. İndi 3 mərtəbədən neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7 dənədir. 3 vur 7, 21. İndi bunların cəmi. 21 üstünə 1, 22, 22 üstünə 2, 24. Deməli, burada neçə dənədir? 24 dənədir. İndi burada da 1 mərtəbə, 2 mərtəbə, 3 mərtəbə var. 1, 2, 3. 1 mərtəbədən bir dənə. 1 vur 1, 1. 2 mərtəbədən 2 dənə. 2 vur 2, 4. 3 mərtəbədən bir dənə. O da 3. İndi bunların cəmi. 1-in üstünə 4. 5. 5-in üstünə 3. 8. 24 ilə 8-in cəmi eləyir 32. Nə deyir burada bizə? Bal pətəyinin boşluğunu hansı hissə doldura bilər? Aha, boşluğu budur. Bunu elə sarı rəngdə rəngləyə bilərik. Ya da elə bəlkə ağ rəngləyək. Bu hissəni yox, olmuş. Biz sarı. Üstünə ağla da gedək. Fərqlənsin.
Baxın, bizdən bu çatışmayan hissəni istəyir. Bax, indi eyni onu rənglədim, düzdür? Eyni rənglədiyim fiqur harda var? B oxşamır. D-nin, A-nın yuxarı tərəfləri oxşuyur. Amma aşağı tərəflərinə baxaq. Aşağıda baxın, aşağı doğru istiqamət var. Bax, yəni burası belədir. Üç bucaq kimi. Bu üç bucaq deyil. Düz gedir, bu düz gedir. Üç bucaq kimi olan bax budur. Onda da düzgün cavab nədir? A. Yenə də azalan, çıxılan fərqdə azalanın tapılmasıdır. Amma azalanı tapmaq üçün birinci vedrəni tapmalıyıq. 2 dənə vedrə 8-dir. Yəni 2 eyni ədəd 8-dir. Hansı? Eyni ədədin 2 qatı 8-dir. 4-ün. Deməli vedrə neçədir? 4. Ümumi cavab 44. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün çıxılanla fərqi toplayırıq. 4-ün üstünə 8, 12, 2 yazdıq, 1 yadda. 4-ün üstünə 2, 6, 1 də yadda, 7. Cavab eləyir 72. 12-ci sonuncu sual. 5, 6, 8 olub 91, 6, 8, 7 olub 12, 4, 6, 5 olub 51, 3, 2, 9 neçə olacaq? Deməli, uşaqlar, 5-in üstünə 6. Bunların hamısını toplayaq. 5-in üstünə 6, 11. 11-in üstünə 8, 19. Bunu tərsinədən oxusaq, 91. 6-ın üstünə 8, 14. 14-ün üstünə 7, 21. 21-i tərsinədən oxusaq, 12. 4-ün üstünə 6, 10. 10-un üstünə 5, 15. 15-i tərsinədən oxusaq, 51. 3 misalın 3-ündə də dediyimiz məntiq doğrudursa, deməli, düz yoldayıq. 3-ün üstünə 2, 5. 5-in üstünə 9, 14. 14. İndi 14-ü tərsinə fırlatmalıyıq. Neçə eləyəcək? 41. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bütün tapşırıqları başa düşdük.